Ən son model tibbi avadanlıqlarla təchiz olunmuş Apro Hospitala sağlamlığınızı etibar edə bilərsiniz. Biz deyil, səhhətimiz Apronu seçdi. Təbiiliyi sevirəm, açıq danışıram. Heç bir bez ağacda yetişmiş kimi təbii deyil, amma təbii tərkibli Sleepy Naturalla hər an rahatam. Təbii olaraq heç bir bez dünyanın havasını tək başına dəyişdirə bilməz. Amma Sleepy Bio Naturalla çətin günlərdə də havam yerindədir. Heç bir bez məni ən dəbli qadın etməz. Amma qara rəngli Sleepy Black özəl dəvətlərdə tərzimi tamamlayır. Rahat, iddialı tərzim. Sleepy organik bezim. Bizonun, Apro Hospitalın, Sleepy uşaq bezlərinin baş sponsorluğu, Bizim Süfrənin, Patron tumlarının xüsusi sponsorluğu, Tam Store Marketlər şəbəkəsinin sponsorluğu ilə Qız Atası serialı başladı. Qız Atası. Olar, yüngül söz soruşum gedim. Oturdum fikirləşdim ki, mənim dərdim varsa, hər bir dərdin bir vidadisi var. Sağlam bədəndə sağlam ruh gəzdirən, düşüncəsi ilə mənim könlümdə taxt quran, ayaqlarını yerə sağlam basan, qollarının gücü ilə ağlının gücü eyni olan, fikrə haçalanmasa da Van Damme kimi şpagata oturan. Hə, yordun məni. Sözdə də oxşursan, sözlü də görüm. Bu ülviyyətin, bu şəxsiyyətin, bu müdiriyyətin qarşısında heç nə gizlətmək olmur da. Yüngül bir problemim var. Nə problemi? Maşını yüngül toxundurmuşam. Hara toxundurursan hə? Kimin başını vurursan? Yox, maşın toxundurmamışam. Hə, daşa divara girmişsən? Yox, daşa divara da girməmişəm. Hə, onda bəs nə olub deyə görüm. Yüngül adam vurmuşam. Haydat. Nə danışırsan hə sən? Hə, nəsə olub? Yüngül cızığı var, onu da aparıb verər usta düzəldərdə. Ay, maşını demirəm, adamı deyirəm, nəsə olub, xəstəxanaya çatdırdın. Görmədim axı. Yüngül qorxdum, qaçıb gəldim bura. Nəzakət. Ay nəzakət. Əla. Sizin dediyiniz bu yüngül hadisə, mən bundan bir ağır hadisə kimi faydalanaram. İndi görərik Vidoş ata, sən məni evə necə bıraxmırsan. Harada qaldın ay Nazı? Hə? Nazı, tez elə mənim telefonumu gətir. Hə? Hə. Niyə, nə olub ki? Nazı, tez elə mənim kaşlokumu da gətir, tez ol. Kaşloku da yaxşı. Başa düşmədim, telefon kaşloku, Vikdə, bu Spativlidə, Tapışqada hara gedirsən? Nazı, sənin bu bacının yoldaşı... Bacanağım desən daha şirin səslənər. Məftun? Hə, başından adam vurub. Vurub deməyək də, yüngülcə sürtüb desək daha məqbul hesab edilər. Sən... Hə, bu nə işdi başımızı açmısan? Bu nə danışır? Yüngüllük eləmişəm. Nazı, tezlə telefon aynı gətir, gedək hadisə yerine görək. Nə olub, kimdir, nə baş verib? Tez elə. Ay can, mama sənə qurban, ay sənə qurban. Alik, Alik, Alik.
Sabahın xeyir. Sabahın xeyir. Belə adam oyadarlar. Necə oyadın bəs? Dik atıldım. İşə gecikmirsən? Yo, icazə almışam da dünən. Hə, nə yaxşı. Dedim qoy həyat yoldaşımla, bu gül balalarımla. Canım mənim, 1 saatda artıq vaxt keçirdim. Nəbi mənim. Nə bu oldu? Hə, hələ seçirik də, görək bu atlara reaksiyası necə olacaq. Bəyənmədi. Baxışlarından görsənir ki, bəyənmədi. Amma deyirəm ki, ikinci uşaq olandan sonra çox romantik olmusan. Sən mənim canım, Hə. sən mənim ölmüşüm. Hə. Doğrudan deyirsən. Oldu bizə qəmiş. Nədir? Yaxşı. Sərin gözə açılmamışa, gərək bizim bu ovqatımıza, əhvalımıza soğan doğrayıb qanımızı qaraltsın. Nə pörtdü, nə? Görmürsən burada kişi xeylağı uzanıb, hara dürtürsən özünü? Elə bir ki, kənddə tövləyə girir. Bir qapını döy də. Hansı qapı, nə? Qapı taybat açıqdan, ha? Açıq olanda onlar karvansaray qapısıdır. Ki, qapı açıqdır, bir itin həyasına nə gəlib? Aylık yaxşı da, yaxşı. Nə yaxşı. Yaxşını əkmisən bitməyib. Sən başa düşə bilmirsən ki, ərlə arvad otaqda olanda üçüncüsü artıqdır. Elə, ayıfdır. Onda dur, çıx çölə. Əgər arvad otağı olmasın da işimiz var. Nənəm demiş, səhərin gözü açılmamış nə olur? Bir ver cavabını. Bunun adı nəzakət deyir, adı nəzakət qoyursun, bu dəqiqə xasiyyətinə də yansın. Bir yaxşı. Uşaq qurban olsun. Deyirəm, əsəbiş, bayaqdan oturmuşam, Instagramda baxıram. Instagramda. Az-az, deyirəm, Xaxın əlləri, anəsinin uşağını da salıb qabağına, gedib təzə doğulan uşaqla bərabər biri-birindən qəşəng o fotosessiyadır. Nə Fotosessiya, hə. Adını ondan eləyiblər. Deyirəm, nə əcəb-əcəbi, nə əcəb-əcəb. Sənin ərin hələ sizinlə bundan eləməyib. Doğrudan Aylik, biz niyə fotosessiya eləmirik? Qoy mən izal olmuş, qoy bir yuxudan ayılım. Qoy bir mən özümə gəlim. Mən ondan sonra bilim ki, bu fotosessiya nə deyilən bir şeydir də. Kim nə dedi onun sözünə sən bənd olursan. Gəlinin yadına daş saldılar. Üstünlük, qız uşağı var burada. Çıx bibi, sən çıx, mən Aylika 2 kəlmə söz deyəcəm, sən get. Yaxşı. Mən başa düşə bilmirəm, Mənə dəli deyirsən? Götür də Çingiz, götür də, bilirsən axı narahatam. Bilmirəm, açsan, susuzsan, hardasan cavab ver də. Çingiz o gün Vida Dəmidən ağır söz yemişdi də. O indiyə tox olar. Daha niyə ac olsun ki? Günah səndə deyir. Günah mənim atamdadır ki, Çingiz kimi səviyyəli birini sənin kimisinin yanında danlayır. Çingiz üçün mən də çox narahatam. Elə narahatam onun üçün. Fikir məni öldürəcək. Fikirdən qabaq mən səni öldürəcəm, bilirsən? Ay! Nazlı, su gətir mənə. Su vaxtıdır, Ayfət adı, su vaxtıdır bu. Mən deyirəm ki, burada bu işin axırı necə olacaq, deyirsən ki, su gətir. Nə olub? Nə olub? Nəsə olub mənə demirsin. Çingizə nəsə olub, ona görə cavab verim. Mənim qara yaylığımı gətirin oradan. Çingizə nasıl qoru yoxluq, nə də az qoy. Çingizə nə olub, Ay qız, iş nə olub? Bir də ki, sənin Çingizin eldə vaşlı insan deyil ki, belə onun qara xəbəri, vay xəbəri yayılsın, sakit Ay ol. qızım. Ay baba, sən deyilən. Mamaya Ay fikir baba. vermə, sən deyilən. Nə olub Ay Çingizə? qızım. Qorxma deyilən, dözəcəm mən. Ay qızım, Çingizə heç nə olmuyor. Hə? Oy. Ben olub? Məftun əmin maşından adam vurub. Bu şükür, şükür, nə yaxşı, ürəyim rahatladı. Oradan güllü yaylığımı gətirin. Papa, düz deyirlər. Ay qızım, İdadi müəllim dediyi sözü təkrar soruşub yüngül təsdiq axtarma. Xeyir tapmazsan. Deyirəm, görəsən bu Məftun əmin axırı nətər olacaq. Fikir məni öldürür. Amma Allahçına da Çingiz papanın şoförolunda bir dəfə qəza elədi. Sapa-sağlam aparıb gətirmirdi papanı. Bir dəfə papanın burnu qanadı. Bir dəfə cərimə gəldi telefonla. Bir dəfə bir qırmızı işıq. Nə qırmızı işıq, nə də az qoy. Elə bir ki, mənim üçün yol polisidir. Ay Nazlı, nəsə. Mən gedim hazırlaşım, gedim işə. Bir xəbər olsa mənə deyərsiniz. Ay zat iş vaxtıdır, nə iş vaxtı ya? Burada aləm dəyib bir-birinə. Dünya dağılsın, sən deyəcəksən, gedib bir dənə işə dəyib. İş vaxtı. Ay Nazlı, mən deyim, indi iş də pozulmasın da. Getdi ora, hadisə yerdə heç kəs yox idi da. Nəsə bir şey olsa xəbər eləyərsiniz. Mən nə eləyim? İdadi müəllim, ola bilər kimdirsə yüngül yeriyib gedib həkimə də, kimdirsə çıxar ortalığa. Çox pis oldum, çox pis oldum. Nə deyəmsən, get dədənlə sağollaşdı, bəlkə görmədin. Papa! Çingiz, aç da, aç sənə şad xəbər deyim, aç. Papa, görürəm yaman narahatsan. Gərgin səni. Yox ey qızım, yaxşıdır hər şey. Yaxşı da hər şey deyirsən, amma içində çəkirsən, üzvə vurur.
Nəsə belə yüngül narahatam. Yüngül narahatam deyirsən, amma möhkəm narahat olan oxşuyursan. Ay qızım, narahat deyildim. Sən dedin, lap narahat oldum. Ay, 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 utanmırsan sen. Ayıp olsun sana. Ben vurmağın azdı. Hele vurandan sonra bir maraklanmışsan ölüp kalıp. Çingiz əmi, narahat olma. Çingiz! Ne güne koyublar seni? Evimin direği sınık olup. Görüm seni vuran hiç bana toyu görmesin. Aa, mənim nə günahım? Bunun ne günahı düzdür de? Niye toy görmesin? Koy toy görsün ki o toydan yığılan puldan benim tezminatımı versinler. Ay Çingiz, mən səni vurduğum yerə gəldim. Sən yox idin axı orada. Oo, gör necə bərk vurub uzağa tullanırsan ki getdiyin yerde tapmamışsan. Düzdür. Gör ne sen vurup atmışsan. Gidip düşmüşsün oradan kolluğa. Amma şükür, hər şey yaxşıdır. Ölüm itim yoxdur ki. Az ölseydi bundan yaxşıdır belə ər olar. Görmürsən kəsə hələ gəlmir. Mənim Çingizim binaydı uçurtdunuz, beton idi dağıtdınız, stolba idi aşırtdınız. Gör ne güne koymuşsun mənim kişimi. Can, Yavaş, can, yavaş. eli kurusun. Yavaş. Hiç xeyir tapmasın. Parmağıma yağış yağır. Da nağaraq, indi açıqda da yağacaq, hara yağsın bəs. Əfsanə, mən Çingizlə mehriban danışacağım. Sən də təxminə ilə mehriban danış ki, şikayət eləməsinlər. Yaxşı qızım. Təxminiyə möhtac qaldıq. Stəkan qırıldı. Qırılmaz. Gülün də elə mənim ağzımı, əlimi, ayağımı. Dedim bir saatı artıq qalıb evdə sizlə vaxt keçirdim. Gətirdiniz mənim burnumun deşiklərindən piltə-piltə. Gəli təzə rasol çıxardasınız axı ortaya. Alikın gəli cibindən pul getsin. Fotosesiya vaxtıdır indi. Niyə vaxtıdır? Qabaqda yay gəlir, el aləm bu dəqiqə ondan eləyir. Düz deyir də, Alik, hamı eləyir. Ayşə, hamı indi lüt şəkil də çəkdirir. Qoşulun indi onlara. Babay! Ayıbdır. Ayıbdır. Sabirşa, bizim vaxtımızda fotosesiya var idi. Bax, danışdırırsan mənə, bax. İndiyə kimi yadımda, vur onun belinə. Hamısı sənin. Təsəvvür elə, mənimlə uşaq olanda, Nəsil Nəcabətdə, qovum Əqrəbədə nə qədər uşaq var idisə, hamımızı giyindirərdilər. Günlər var idi, düşürdük onların qabağına, gələrdik fotoateliyə. Hamının daradığı daraqla saçımızı belə darıyardıq, sığal çəkərdik özümüzə. Kimin nə təzə paltarı var, hamı giyinərdi. Gələrdik, oturardıq belə, birinci, ikinci, üçüncü sıra belə dizilərdik. Bu fotoaparatın arxasında da, o televizora oxşayan fotoaparatın arxasında bu kişi dayanardı, deyərdi, bir dənə bura baxım, bir dənə bura baxım, indi buradan quş çıxacaq, indi quş çıxacaq. Gözümüz mazol olardı belə baxmaqdan, heç quşsat da çıxmırdı. Dağılışardıq, üstündən neçə gün keçərdi, gedərdik şəkli götürməyə, şəkil də aman zaman bir dənə. Nəsildə də kim yaşda böyüdüsə, şəkil qalardı onun evində. Vaxt zaman gələndə, nə vaxt ki qonaq getmirdi yollara, açardılar albomu, göstərərdilər şəkli bizə. Günlər var idi. İndi fotosesiya vaxtıdır. Qızışdırırsan məni, danışdırırsan. Sən danışdığın sənin dövründür, Alik. İndi müasir dövrdür. Sən mənə canım, sən söz çatdırmaq olmur sənə. Müasir dövrdə ay sağ ol. Ölənlərin rəhmətlik. Bu dəqiqə hamımızın əlində mobil telefon. Necə çəkir? Vışşı, əladan da əla. Gündə 50 dəfə şəkil çəkirsən. Çakkaçırıq, 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 şıqqaçırıq. Özdə necə çəkir? İndi süni intellekt var. İndi ölünü də xortladıb, oturdub danışdırırlar. Photoshop nə eləyir? Üzüydü baba, bir şimal, məni, üzündə bir dələkə də düşmür. Deyinən yox. Düz deyirsən. Fotosesiya vaxtıdır indi, Sabirşa. Əyri oturaq, düz danışaq. Nə deyirəm? Düz deyirsən. Neynirik? Yaxın gəl. Yaxın gəl, mənə gəl. Baxıram. Canım mənim, bax gəldi mən deyənə. Özünüz bilin. Yəni uşaq sizindir, özünüz bilərsiniz.
Məncə də düz deyirsən, heç çəkdirməyə də ehtiyac yoxdur, artıq xərcdir. Neyinirsiniz, uşağın şəklini çəkirsiniz? Həri canımsın. İndi nə olsun, indi cəmaət olsa danışmağa söz axtarır. Uzağı 1 il, 2 il danışacaqlar ki, o boyda Vidadi müəllimin qızı oğlan uşağı dünyaya gətirdi. O boyda Vidadi müəllimin də o balaca oğlan nəvəsində bir dənə adam arası çıxası şəkli yoxdur. Az danışsınlar da onsuz söhbət axtarırlar. Həri, aşağısı yediniz. Nə həri, hə? Nə həri? Eşitmədin mən kimin qızıyam? O boyda Vidadi müəllimin qızıyam, Alik. O fotosessiya olacaq. Sən məni bu tərəfdən belə qurudub. Belə ağzımı belə əyirtmə sana. Sən məndən əl çəkən deyilsən. İçmədim. Buna baba, içmədim. Yandım tökün. Mən gedirəm işə. Mən gedirəm işə. Siz olun, mən deməm. Nuş olsun. Nuş olsun. Qaç, sən qaç. Həmişə qaç. Ca. Yox, mən belə otura bilmərəm təmiz. Mən bu evdə qala bilmərəm. Deyil! Mən gedirəm, məni dinləyəcək insanların yanına. Polisin yanına. Yox. Bəy nəslinin sənin kimi nümayəndəsi ilə üzbəüz dayanmaq şərəfinə nail olduğum üçün çox xoşbəxtəm. Sənin dəyanətin, səxavətin, mətanətin, rəşadətin, ülviyyətin haqqında eşitmişdim. Amma görməmişdim. Yaxşı deyibləri, icidin adın eşit, üzün görmə. Təhmiş, Çingiz əmiyə nə qulluq lazımdırsa eləyərəm. Qulluq sahibi olasan. Git mənə su gətir. Sənə yox, Çingiz əmiyə. Nə fərq var Çingiz ya mən? Dədəm vurub Çingizi şikəst eləyib. Mənim də ürəyim şikəst olub. Gətirmirsən su? Gətirirəm. Ay! Vay! Bu nə dost? Vay! Niyə bu günü? Bu niyə burada? Elə mən də sual verirəm də, niyə buradadır? Bu mikrobu deyirəm kim əzb atıb bura? Kim əzəcək? Sizin maşınla vurub öldürdüyünüz adamdır da. Çingizi vurmuşsunuz. Dəqiq. Bu deyir dəqiq. Görmürsən heç yerə ələ gəlmir. Yanıram, deyir dəqiq. Əlbəttə ki, dəqiq. Yox, inanmırsınızsa narahat olmayın. Mən tanıyıram, el adamlar var ki, dəqiq mənə inanırlar. Polisə gedəcəm. Bir dayan görüm, bu nə danışır bu? İnanırıq, hamımız inanırıq. Amma bir şeyə belə inamsızlıq yaranır məndə ki, bu maşının harası əzilib, bu hara dəyib, bu... Deyə bilmirsiniz ha, Nəzakət xanım. Yalandan ərinizi tərəfi tutursunuz. Deyirlər, məni yalancı çıxartmaq istəyirsiniz. Mən elə şeyləri heç də qəbul edə bilmərəm. Başa düşdünüz? Sizin ərinizin pulu var deyə yaxşı möhkəm maşın alıb. Amma mən... Hadi yaxşı. Ben nümayəndəsim. En zərif, en ince, şimdi boş bir adamım. Değil ben, elə buna kimi şirket oldu. Çingiz bəy, sənin sümüyün maşallah möhkəmdir. Təsbih düzətsən ən azı milyon il qalar. Hadi yaxşı day bay, bu deyir, bu da deyir milyon il qalar. Lənət şeytana. Lənət şeytana, heç də. Sən get işini gücünün dalınca. Mən ona baxaram, yatar burada, qəşəng ona qulluq eləyərəm. İndi xaçdan zatdan da pişirərəm, sümüyü bəlkə. Yaxşı, getdim, yaxşı. Xeyr! Nə? Qayıtdalar. Buyur. Nə olub olsun? Siz belə keçin dedik. Bəl, əllərimiz elə saxlayır, elə qalsın. Gedirsən. Məni burada şirket vəziyyətdə qoyub çıxıb gedirsən, eləmi? Onda mən də gedirəm. Mən də gedirəm polisə. Lazım olan səviyyədə şikayət edirəm, onda görərik. Kim qalır, kim gedir. Dayan, ay papa, qoyma getsin. Çingizin xasiyyəti ağırdır. O getsə ya, sizi sürüm süründürəcək. Elə Çingiz? Çingiz, oğlum, sən heç yana gedib eləmə. Qal burada istirahət elə, yemək hazırlasınlar, çörək ye. Mən sənin üçün nəzakət deyiləm, sözlə məni aldadıb pişirəsən, bildin? O qadın sənin yalancı sözlərindən doyub deyirlər, mən o deyiləm. Mənə çörək verirsən ki, sənə ürəyim yumuşalsın, xəcalət çəkeyim, çörək gözümü kəsin, şikayət eləməyim, eləmi? Yaxşı, çörəksiz ye. Halal olsun, müdrik adamsan. Müdriklüyün yeri deyil. Sən demirəm, Çingizi deyirəm. Nəsə, Mazı, mən gedirəm.
Sənin gözün Çingizdə olsun. Birdən aradan çıxar, gedər polisə. Elə təxminiyyə bax. Heç narahat olmayın. Səndən hər zaman dilini belə gepsin arasına qoyar nəzakətli. Nəsə, buraları sənə tapşırırlar. Yaxşı. Get. Gedirəm. Gəl. Xeyr. Buyur. Haycan Çingiz. Haran ağrıyır. Gedə bilərsən. Gedə bilər. İndi gedə bilər. Məftun. Məftun, gəl. Gəl. Götür. Biraz incə. Təxminə. Təhmiş buyur. Ay sağ ol, ağıllı ol. Get indi mətbəxdən əlbəklərlə stəkanların yerini dəyiş. Gəl bura. Yaxşı. Gəl bura. Deyirəm bəlkə Mətuna deyərdin stəkanlarla nəlbəklərin yerini dəyişir. Onsuz da əfsanənin əli çatmır, dədəsini çağıracaq. Ona... Hara? Bircə elə sən qalmışdın ki, biz onları yavaş-yavaş daşıyasan evdən. Mamule, evə aparmıram ki. Hara aparırsan? Başqa uşaqlarla futbol oynayır, uduzublar, əldən düşüblər. Aparıram ki, içsinlər özlərinə gəlsin. Ha, xeyr. Balaşqava deyərsən ki, zəhmət çəkər evdə gəlib içər. Ya da yox. Apar, uşaqlar var orada. Balaşqava görə yox ha, uşaqlara görə verirəm. Biz ondan içsinlər, davam etsinlər. Yaxşı Mamule, sağ ol. Çox sağ ol. Bax, bibi, yadında saxla ki, mən evdə olmayanda uşağın bezini dəyişə biləsən. Bala, mən heç nəyi başa düşmədim. Bircə onu bildim ki, həmişə bu evə uşağa slipi bezi almaq lazımdır. Bəli, bilirsən niyə? Çünki slipi bezi uşağı 14 saata qədər quru saxlayır. Pişməcəyə, allergiya, səpki yaratmır. Eyni zamanda orqanikdir. Sağ olsun slipi bezi. Bizim balalarımızın sağlamlığını qoruyur. Hə, bala? Malades qızıma. Salat hazırlayır. Atom üçün, hə? Hə, özdə mama papadan soruşdum ki, salatı nə ilə xoşlayırsan, xama ilə yoxsa mayonezlə? Dedi, fərqi yoxdur, mən hər ikisi ilə xoşlayıram. Ona görə də getdim, bizim süfrənin xama dadlı mayonezindən aldım ki, papanın tam ürəyican olsun. Ay qız, bizim süfrənin bütün məhsulları yaxşıdır. Xama dadlı mayonezi lap əladır. Çünki salatlara yumuşaqlıq verir. Təkrar olunmaz dad. Qız Atası serialı reklamlardan sonra davam eder. Görüm o malları oradan götürün. Papası, Kim gəldi, Oy kim sənə gəldi? ata qurban olsun. Xoş gəlmisiniz. Sağ ol. Səfa gətirmisiniz. Sağ ol. Gəldiniz, buranın havasını utdunuz. De, haydi. Xoş gəldiniz. Gedə bilərsiniz. Olmadı ki, ara. Necə yəni? O indi gəlmişin, nə olub bir sözümüzü deyək də. Mən sözümü evdə dedim. Mən fotosessiya eləmirəm. Qandırdı ona da. Ay bacım, ay anam, o uşaq həm də mənim deyil, mən istəmirəm də. Mən Əlikram Şaqrarov fotosessiya istəmirəm. Mən sənə hansı dildə deyim? İngiliscə deyim? I don't want! O nə? Ay bu o nədir o? Yaxşı. Sənin əzizlərindir bil. Ay bu uşaq. Alik. Ay bu Yaxşı. Bibi. Alik, nə səs bir baş vatmısan, Sən əsəbləşdirir məni. Əsəbləşmə. Bəlkə uşaq gəlib papasının iş yerini görsün necədir bura, tanısın buraları. Uşaq elə çalxalama, ürəyi bulandı, indi qaytarar. Elə də danışdın, dedin, qoydun ki, güya bura gəlməyinə bildi ki, atasının iş yerinə gəlib, qandı, başa düşdü. Ay bir dayan, dayan bir sözümüzü deyək də. Elə hər şeydə coşursan. Deyim, tez elə deyim. Uşaqlarına biraz səbirli olar. İş başındayım, tez elə. Alik, mən bilirəm ki, sənin bir qəpi bir canındır. Səndən pul çıxan deyil. Baba alıyor. Yaxşı.
Sözümdür. Ona görə qərara gəldim ki, bütün nə xərclər olacaqsa bu fotosessiyada nədir onda. Hamısını özüm ödəyəcəm. Mən də biviyəm də, mənim də bir arzum var. Elə deyil. Can. Boy, aha, elə bir belə yarama məlhəm çəkdi. Elə bir yanan ocağın üstünə su səpdi. Ay səni şeytan. Amma mən sənə bir söz deyim. Bu sümbülün bir xasiyyəti var. Tutmuşam. Damağını tutmuşam. Bax, inatkardır, inatçıldır. Bax, dedi ya, onun öhdəsindən gəlməsəyə əl çəkəsi deyil. Eləm də qağama oxşamışam. Sənin qadalarımı alaram mən. Olmasın. Bir dənə maçı, bir dənə. Mən nə varsa qız uşağıyam. Uşaq var. Sevinci oldu ya bu da. Alik, neyinirsən sən? Sən də nə qarışırsan? Yaxşı, öp. Alik, öp. Əlimdən. Əlimdən, sən ölənlərimin qoru. Ver uşağı mən Sən babanı saxlayayım. qorusun, əlimdən. Yavaş. Bu nə dayı qızı? Alik, bir dayan, heç sözüm qutarmadı axı. Danı deyil. Bir balaca əmması var. Yaxşı, Alik. Alik, yaxşı. Nə var? Yaxşı, görürlər. Kasadan səs gəldi, deyəsən aləmi qatıblar bir-birinə. Mən bir dənə ora baxım gəlirəm. Yavaş, aramızdan keçmək. 2 dəqiqə. Yavaş uşaq. Yavaş da çalxalama uşağı. Gəldilər yenə. Ayda, Mamuli necə dəyişmisən sən? Pa. Hə. Səvəlcə o diyetadayam, arıqlamağım hiss olunur eləmi? Yox, Mamulya. Hə. Dünün başqa paltar giymişdim, bugün başqa. Onu deyirəm, nə diyeta Mamulya? Heç nə. Deyin görüm niyə gəlmisiniz? Mamulya, Fəhmişqə zəng eləmişdi. Dedi ki, əgər boşsuzsa, durun gəlin bizə. Sən də bizə həmişə demirsən, başı boşda. Elə deyilsən ki. Eləyəm Mamulya. Elə onu istifadə eləyərək gördük, boşluq durduq, gəldik bura. Amma səhv eləyib gəlmisiniz. Başqa bir boş vaxt tapanda gələrsiniz. Deyin niyə? Niyə? Çünki evdə aləm dək bir-birinə Çingiz anası ölmüş. Çingizi maşın vurub, ayaq belə gipsdə, əl belə, baş belə, burun belə, heç nə qalmayıb. Bir sözlə tanınmaz haldadır, heç nə. Mamulya, ola bilər ki, siz tanımırsınız. İcazə ver, keçək içərə, bəlkə biz tanıyacağıq. Düz deyir, keçək balaşqam. Hara keçək? Birincisi yox, ikincisi də ki, oppana nəyə gəlmişsiniz? Xəstənin yanına bir adam yalandan da olsa meyvədən, meyvədən alar gətirər. Əlboş adamın yanına gələr, yeri çıx get. Yerin da, yeri. Düz deyir Mamulya, gəl balaşqam, gəl. Yeri. Bibi, bundan almaq lazım. Lamiyə! Lamiyə! Alik! Qiymətləri eşidirsən, edirəm sən Lamoş. Alik! Endirimlərə hazırlaşın, qiymətləri dəyişin. Alik! Eşidirsən, edirəm. Alik! Mən nəsiniz? Səni çağırırıq axı səhərdə. Qızın yanında heç eşitmədim sizi. Qiymətləri niyə salsan aşağı? Mayın 7-si 12 tarixlərində Tamstorda kampanyamız var. Bu endirimlər bir daha olmayacaq. Depolu doldurmuşam. Sudan da ucuz qiymətə. Qoy cəmaət gəlib məhsullar alsın. Nə deyirsən? Səbişə, deyirəm elə biz də bazarlığı həmin tarixlərə salarıq, hə? Hə, eləyərik də, hə, bir-bir. Tutardı gedin, yoldan qalmayın daha, gedin. Dayan, mənim o söhbətim yarımçıq qaldı axı. Sən də mənim yadıma salmırsan. Fotosessiyanı deyir. Hə, dana, əmmam var idi, əmmamı deyir. Yavaş. Əlikram, bax deyirəm ki, indi o görmüsən, bəlkə telefon. Telefonda görüb səni, Əlikram. O ailəlicə hamı geri şəkil çəkdirməyə. Hamı da eyni geyinib. Ağdırsa ağ, qaraça qara, qırmızısa qırmızı. Canım. Hə, dana, indi bunun pulunu mən verirəm, şəkli. Müqayət ol. Şah bir təri oldu. Şəklin pulunu mən verirəm. Sən də gör nə qayırsan. Adama, çox yox ha, belə vaxtımız da o qədər yox deyir, 3 dəst. Adama 3 dəst geyim alırsan, buna 2 dəst alsan, bəsi deyə uşaqdır, nə qalır ki? Danlı deyinən, Heç nə, şəklin pulunu mən verirəm, paltalarla pulunu sən verirsən qəşək, şəklimizi çəkdirik. Canımdır da, danışdıq ha. O yan bu yanı yoxdur ya. Eşitdi? Yoldan qalmayın. Dayan. Nə oldu? Nə oldu? Sözünün mən dərinliyinə varmadım. Nə oldu? Nə oldu, Ali? Mən çıxartdı özümdən də. Çıxartdı məni özümdən. Baba, ruhum çıxdı bədənimdən. Niyə? Buna bir sən nə deyirlər? Buna deyirlər talan. Buna deyirlər bir kəndi yağmalamaq. Buna deyirlər bir şəhəri zəbt eləmək. Niyə? Mən bilirəm nə edəcəm mən. Mən nota verəcəyəm birbaşa NATO-ya. Hara? NATO-ya. Nəzakətin ağla sığmaz tərbiyələndirmə
ofisinə. Yaxşı. Elə oldu. Elə oldu. Nəzakət döyürsün sən də. Al indi başa. Allah eləməsin. Asker. Dayan da sonra ağzın yanacaq axı. Sən də nə baxsan, salfetka ver də. Bir işə yarı. Qoy ora. O yastığı götür oradan, apar qoy Çingizin başının altına. Mən niyə? Mən eləyərəm. Dadlıdır. O heç vaxt dadlı pişirmir. Əlinə nə gəldi qatıb kişinin qızı. Bilmirəm bu nə tərərə gedəcək. Çingizə zəhmət olmasın. Ürəyin başqa nə istəyir pişirtdirtdirim sənə? Doğrudan deyirsən, öldüm bayaqdan su pişməkdə. Dedə, bəs ürəyin nə istəyirsə denən. Mənim ürəyim yaxı yemək istəyir. Nə istəyir? Ət yemək. Məsələn, təndir quzuda. Quzu təndirdə. Hə. Eşitdin az? Təndirdə quzu. Dur Çingizçin hazırla. Mənim dərslərim var, təhmiş. Dərslərim var. Dərsləri var. Dəymə. Nə işin var sənin uşaqla? Qoy oxusun, savadlı olsun, dərsləri də məşğul olsun. Amma bir dənə xahişim var. Çingiz əmiyə oradan bir dənə qələm, bir dənə də A5 vərəq gətir. Nə lazımdır Çingiz əmi? Denəm mən yazım. Hə, düz deyirsən. Sən atomu məndən yaxşı tanıyırsan. Sən atan haqqında yazıb şikayət verəcəm. Get gətir, get gətir. Dərslərim nə vacibdir ki? Sonramda oxuyaram. Səbəti necə eləyim? Külləmə datım, Çingiz əmi xoşlayar, hə? Külləmə nədir? Kartof yerdə atsın. Hə, kartof at. Badımcan kartof bol elə. Hə, eləyərəm. Zəhmət çəkib eləyərəm də. Eləyərsin. Bir zəhmət. Elə. Göl ağzımı silim. Həm mənə doymamışam. Yersən elə. Nə verim, neyim də o bişənə qədər ölməyəcəm ki məacından. Açaqsın. Onu eləyə bilərsən, ikisini bir yerə qatasan bəlkə dadlı olar. Bir eləyərəm və tez-tez dəyişim. Gəl, başlayalım. İndi neyniyək? Deyirəm, bəlkə bir dənə şeir deyim Çingizə. Yığışdır o şeiri. İndi şeir vaxtıdır. Elə adam vurmuşsan ki, mənim o adamdan zəhləm gedir, onu görən gözüm yoxdur. İndi o adam gəlib uzanıb mənim evimin ortasında, sağa da gedirəm, Çingizi görürəm, sola da gedirəm, onu görürəm. Üstad müəllim, neyniyim bəs? Neyniyim yox, onu adam vuranda fikirləşəydin. Görürsən, maşın Çingizi vurur, rolu fırlat gir bir dənə marketə. Nə bilim, heyvan sürüsünün ortasına. Aparıb lap bir bahalı maşına vuraydın. Mən biləydim ki, pul verib bu işi yoluna qoya bilərəm. Amma indi çətin yerə ilişmişik, pul versəm də əmələ gəlmir. Üstad müəllim, mən çox üzr istəyirəm. Özdə elə-belə yox, belə dönə-dönə üzr istəyirəm. Üzrlə əmələ gəlmir, fikirləş gör neyiməyək, üzr istəyir. Bəlkə o şeiri qüvvədə saxlayaq. Dedim yox. Oldu. Şeir. Buna bax, ay qız, sən niyə narahat olursan? Bacın ölməyib ki, səni Apro hospitala yönləndirəcəm. Çünki Aproda uzman cərrah ginekoloq Ulduz Əfəndiyeva var. Həm yüksək təhsillidir, həm də çox peşəkardır. 26 il xaricdə işləyib və bir çox xarici cəmiyyətin üzvüdür. Darıxma, Apro hospitalda bütün ginekoloji əməliyyatları etmək üçün avadanlıq və şərait də var. İndi gördün ki, biz yox, səhhətimiz Apronu seçir. Başqa niyə tək gəldin? Papulə səni dinləmək istəmir. Poloşkom, texniyə gəlirəm, patron tumları ilə gəlmişəm. Papulya uyanıbdır. Oyanıb indi özü düşəcək aşağı. Balaşqam, sən nə edirsən? Mən Papulya ilə söhbətə başlayan kimi sən gedirsən patron tumlarını açıb gətirib qoysan bizim qarşımıza. Yaxşı? Çünki patron tumları o qədər dadlıdır ki, Papulyanın başı qarışır bunu çıtlamağa, mənə qulaq asır. Yaxşı.
Mədinə qızım, hardasan? Balaşqam, patron tumları da qutardı. Biz nə edəcəyik? Zahirə, nə gözəl kəlağayılar, nə qəşəng çantalar almısan özvə. Hə, doğrudan xoşuna gəlir. Onda gedək Suzaniyə. Bax, orada hər zövqə uyğun, müxtəlif rənglərdə, göz oxşayan pərdə, çanta, kəlağayı, xalça, divan üstü, bir sözlə ürəyin nə istəsə tapa bilərsən. Gəl onda bir yerdə gedək Suzaniyə. Çünki mənə kömək lazım olacaq. Məhsulları qəşəng olan yerdə seçim eləməyə çətinlik çəkirəm. Gedək. Qız Atası serialı reklamlardan sonra davam eder. Can, hara namlıyırsın, yeri dedik. Çeyin, arıma da. Necədir? Necə olacaq, deyil gördüyün kimi. Maman qurban nətərsə. Yaxşı deyil. Gör kim gəlib baldızından bacanağın sənə baş çəkməyə. Mamulya, hardadılar? Denən gedim qarşılayın da. Sən baş üstündə. Sizi deyirəm də. Mamulya, sən də interesli adamsan. Hər dəfə bizə bir ad qoyursan. Fərq eləmir, hansı adla gəliblər. Vacib olan əli dolu, yoxsa əli boş gəliblər. Əli doludur, Çingiz, əli dolu. Əli dolu. Çina, bax sənə meyvə almışıq. Özdə gör necə parıldayır. Alması, armudu, bir də ki üzümü. Yaxşı, mən ölürəm armud için. Yuyum sonra yedə. Nə oldu? Nə oldu Asuna? Nə? Nə oldu? Ne oldu? Asma oldu mu? Bu yalancı armuddu. Nasıl yalancı? Mənim necə gül ağzım açırlar. Bu nədir? Bax, bu nədir? Üzüm. Nədir üzüm? Üzümün dənələrini nəzakət bir-bir, bax, belə qopardar, sənin gözünün deşiyindən salar, qulağının deşiyindən çıxardar. Aldığı şeylərə bax, az bunların başı xarabdır. Ay mama, cavabını bildiyin sualları niyə verirsən? Mamulya, özün demədin ki, yalandan da olsa meyvə alın gəlin. Və yalancı meyvə nətər olur? Dedin əsas odur ki, əlinizdə bir şey olsun. Mən nə bilim Çin onu yiyəcəkdir. Xeyr! Çin nə gəldi yiyən deyil. Bir də ki, Nəzakət xanım. Buna görə siz cavab verəcəksiniz, Nəzakət xanım. Bəli. Dişimə görə, dişimin pulunu verməlisiniz. Ya da yox. Niyə ki? Elə mən gedirəm indi polisə, sizi də şikayət edin. Bəli, gedərsən şikayət edin. Ay, sən mənim... Çingiz, ayıbdır ki, polisə gelib deyəcək qaynanam... Nə qarsın bəs, nə qarsın mənim yazıq ərim? Can, qeydinə qalın şikayət eləməsin. Çina, ürəyin başqa nə isə istəyir, gələndə alım gətirim. Ay Can. Nə? Yaşamaq istəyir Çina, yaşamaq. Can, yaşamaq istəyir. Buna bax, heç nə yeyə bilmir, heç nə. Bir dənə toyuq bulyonu içir. Can. Marş. Davay. Marş. Gedin. Eri. Ürəyim ağrıyır. Ərin eləyib də. Azdı yaşıdır. Gel görüm. Hə, müdür. Ne oldu? Bir şey taptın, fikirləşdin bir şey? Bir dənə çıxış yolu var, o da şeirdir. Çingiz'i şeirə öyrətmə, yığışdır o şeiri. Ay Vidadi müəllim, Çingiz kimdir, mən ona şeir qoşum. Sizə şeir yazmışam, Mənə yazmışsan? Bəli. Oxu görüm nə şeirdir, bəlkə beynimə bir çıxış yolu gəldi. Oxu. Saralmışam, solmuşam. Pis vəziyyətdə qalmışam. Mən bir adam vurmuşam. Müdür, mənə yol göstər. Hamı bilir çalansan. Demirdin ki, balamsan. Həm atam, həm anamsan. Müdür, mənə yol göstər. Dara düşsə bir insan, işin
edərsən asan. Sən mənim kompasımsan. Müdür, mənə yol göstər. Elə bu qədər. Fikirdən çox yazanmadım. O atamsan, anamsan yeri var ha. Onu atamsan, babamsan eləsən, laf əla şeirdir. Baş üstə, baş üstə. Sən də ürəyini sıxma. O görüm neyinirəm. Yaxşı. Bir şey fikirləşən. Gedə bilərəm. Yaz, yaz. Yaxşı. Yazırdı. Nəzakət! Az nəzakət! Ağaçlara mı yaptın boy? Az nəzakət! Qonşular eşitdə ayıb da bizi. Nəyinə olsunlar? Nəzakət! Görəsən bu qapını açıq olan vaxt olacaq görə. Yavaş ol, Qapı keç. açıq idi. Bəs bu qapını sən açmayacaqsan. Nənə, Niyə oturursan bu evdə? Gələ, tut günə. Sənlə deyirəm, tut günə nə bilim. Deyirəm ki, Ay can. uşaq da böyüyüb sizə oxşayacaqsa, vay o gündən, heç nə. Qəbilə başçısı gəldi, yığdım de, sülaləsini birini artıb. Tut bunu. Təzə almısan? Yox, çoxdan almışam, təzə görünür. Sən mənim canım, sən ölənlərimi görür. Bir də bizim şəklimizi çəkkinən. Az deyən buradan görsən. Elə də çəkkinən, uzunlamasını da çəkkinən, enlimənesini də çəkkinən. Çəkirəm, bu biri. Aha. Bu da ikincisi. Ver bura. Buna bax, bax. Necədir? Kök düşdüm, kök düşdüm. Əladan da əladır. Şəkil çəkdirməyə gəlmişsin. Naska, indi sən mənə deyinə, bax bu şəkli çəkdiyinə görə sən məndən pul istəyəcəksən yoxsa yox? Ayıbdır, mən səndən pul istədim. Nə var? Gözlə ay mama. Tut uşağı. Deyəm. Tut. Salıb. Yavaş. Mən tutaram. Ver mənə, öz malım özümdə. Qışqırma. Mama, Aylik sözü uzatdıqca uzadır. Mən amma qısa yolla sənə deyəcəm nədir problemimiz. Deməli demək istəyirsən ki, mən uzunçuyam. Uzatma da. Hamı kimi biz də uşaqla fotosessiya eləmək istəyirik ailəli. Amma bir nəfər razı deyil. Səncə niyə nəzakət? Ay sal düz sapdın. Semişliyindən. Nə deyim? Semişliyindən qoymur. Əslində mən başqa söz demək istirdim ki, mən başqa bir hodalodayam, xəbəriniz yoxdur. Yox, hardan? Ağam sənə boşuyum. Da, deyən görək. Can. Bacım. Sədaqət. Əri. Məftun. Vay! Yox ha, niyə ölür? Məftun. İdadın maşını ilə. Adam vurub. Kimi? Çingizi. Bəs sən adam vurub? Ayıbdır da. Deyirəm. Qağam o vaxt sizin qapıya elçi gəlirdi ha. Toba yolda yalvardım, dizinə düşdüm ki, qağa, ziyanın yarısından qayıtmaq da xeyirdir. Getmə o qapıya, o xarabaya getmək xeyir tapmayasa. Kimə deyirsə, sizin nəsli hələ mən xeyir görməmişim da. Bizim nəsli qıra bilmədiniz, indi maşının üstümüzdə keçib öldürmək istəyirdiniz, özünkülər düşdü təkərlə. Azil, sənin üstündən tank da keçsə, sənə heç zad olmaz. Amma tankın lüləyi ki var ha, o belə-belə. Girsin onun gözünə. Deyərsiniz məni. Vidaş. Yaşa kişidir, nəfsinə qalib gələ bilmir. Kalmasa gizlətmişdim, tapıb yiyib. Salam ver də, salam ver birinci. Bu dəqiqə hər salam evin büdcəsindən gedir. Necə yəni? Bu nə deyir Alik? Nə bilim? Hala, sən demə, Çingiz bizi alladırmış. Sağ salamatdır. Nə? Soyuducuda hər şeyi yeyib, talayır, dağıdır. Yalandan eləyirmiş. Biveç. Bəli. Mənə kələk gəlir o. Hə,
Neyniyəcəksən? Fikrin nədir? Neyniyəcəksən? Çəkilin dala. Ay qız, meydan ver ana var. Çəkilin. Çəkilin dala. Aha. Mən bilirəm neyin. Deyən, dala çəkildi, deyən də uzunluğa hoppalayacaqsan. Nəsə edir, deyən. Əsəbiyəm dəymə. Aha. Hə. Bu ilə getsəm ayağım burxular. Ay! Tutun başımızı. Aha. Getsəm ayağım burxular. Deyən, hücum edir. Diqqət! Hazırlaş! Marş! Hardadır? Hardadır? Bu yazılıb. Buradadır kağız. Mən həqiqətən şokduyam. Az nə şoka, Sən həyecanlanırsan, qorxursan, uşağa, xəstəyə şər atırsan. Sənin yerin mətbəxdir. Yerin gözüm görməsin səni. Çingiz, yastığın yüngül olsun. 5-10 manat qoysaydınız yastığımın altına bəlkə yüngül olar. Ay, öləndə də ya, bax, öləndə də gəbərir ha. Yenə bir pul hayındadır da, bunun fikri-zikri də. Dünyanın malı dünyada qalacaq. 5-10 manatımız olsaydı biz hələ fotosesiya elətdirərdik də, dava dalaşa çıxmazdıq. Vay, sən də ömür boyu ağla ya. Pul adı gəldi ağla. Məni alqışlayır. Hə, dəyməz. Mama bax, bunun dədəsi vurub ərimi bugünə salmasaydı, şəkilləri indi o çəkərdi, xeyir də qırağa verməzdik. Bu yaz, dayını, Çingiz şəkil çəkir ki. Niyə çəkə bilmir? Çingiz hər şeyi çəkir, ömür boyu dərd çəkib. Danışdırmayın da bunu da. Mən gör neçə vaxtı küçələrdəyəm. Daha nə olmamışam, git olmuşam, bir şey olmuşam, dilenci olmuşam. Ne olar üstüne de bir küçe fotoğraf olabilmeliyim. Canay Çingiz, can. Səni bugünə salanın, baldızının başına gəlsin. Amin. Başa düşmədim. Nə oldu? Onu mənə işarə elədin, onu mənə dedin. Sən də hər şey özünə götürürsən, nəzakət. Sıçdırın pəri. Sən səni bilirsən nəzakətliyi. Nə arasın, sən? Keç Falaşkam, keç. Adıyla budu gəldi. Salam Papulya, siz də xəstə ziyarətinə gəlmisiniz? Papulya, sən niyə əl boş gəlmirsən? Elə bu xoşuma gəlir, sən bu mamulyadan söz götürmək. Siz nə gətirmişsiniz xəstəyə? Biz Papulya, Çingiz toyuq bulyonu istəmişdi. Biz də gətirdik, bax. Bulyonu toyuğun özü pişirəcək. Abala, heç nə lazım deyil. Nə olsa özüm alacağım. Siz gelin evə, o toyuğu da kəsin, bişirin, özünüz yeyin. Ziyarətçiler lazım deyil, gelin. Gəl Falaşkam, gəl, özümüz yiyərik. Yaxşı ki, Çingizin ürəyi xaş istəməyib, yoxsa həyətə dana gətirərdilər. Gör, yenə kimdir? Salam aleyküm. Salam. Qapıda dayanan maşın sizindir? Hə, bizim maşındır, nə olub ki? Bu maşın səhər mən vurub qaçan maşındır. Aydındır. Danış görüm, hadisə nətər oldu? Uşağın iynədir, ha qız? Yatdı. Yavaş. Ben size davet edin. Ayıptır, xəstə adamın yanında davet edirsiniz. Eşit davet edesin, dava açaş adam benim ki, məhkəmə verib təzminat almalıyam. Çok iyiyim. Eğer o başı bana vurmasaydı, mətfun, ben indi Alik'in sosesiyasını eləyib 500 manat kaçalardım. Ne? Bəli. Fotosesiya edir, 500 manat Alik sənə verəndi. Başa düşmədim, nə qədər verməyə fikrim var idi ki? Dəhmiş, yox, laf belə bədəbətdə ya, laf belə, uy! Nəska, bunu yolub nə günə qoymuşsan sən? Bu sənin anan ölsün elə. Laf belə axır yeri 50 manat. Mən razı. Danışdıq 50 manata, mən razı. Hə?
Sümbül, işte ne dedin mənə? Nə dedin? Nə dedi? Bax sən də oradaydın. Hə, Haqq şahidi. Dedin ki ya, fotosessiyanın pulunu mən verəcəyəm. Çat 50 manatı ver. Hə, başda bu saat. Səbiş, maman qurban, sən indi ver, mən sən kartını atacağım. Mama, sən indi ver, mən sənə sonra göndərərəm. Nə, sən də bir dayan görək də. Gedirəm şikayət edeyim. Siz belə şeylər yapıyorsunuz. Özün öz əlinlə vurursan, mən nə şikayət edirsən? Sakin dur, mama qurban, sən sakin dur. Mən sənin üçün nəyəm? Mama bankam, Nazı bankam, nəyəm mən sənin üçün? Belə şey olmur, problemləriniz olur, zibilinizi mama ödəyir. Elə bir mən nəyəm burada, karşılıq üstündə oturmuşam. Bir də ki, durun, hamınız dağılışın, səs-küyü yığışdırın. İndi vidadı gələcək, Azey, hey. Nə var az? Canını azlar var. Durun, çıxın, gedin. Vidadı gələndə söz-söhbət olmasa sən də burada görməzsin. Yaxşı yerəm, qağamın evdə heç tərpənmirəm yerimdən sonra. Ay məzi. Az qağam gəl. Vidadı gəlməmiş səsi gəlir ki. Mən hara gizlərim? Ay mama, Giz yaxşı. Atayını, nasıl gizlərim, dana məni. Açam oraya yerləşən sən. Yaxındır. Bu kimdir? Gör nə deyirəm. Sən demə, Məftun səhər maşından bu cavan oğlanı vurub. Bunu? Hə, şükür. Salamatlıqdır, necə deyərlər, hər şeyi danışdıq, halallaşdıq. Bir Vidadi müəllim, bir də Manaf Ağayev ancaq küsülləri barışdıra bilər. Bir dəqiqə, beynim tormuz oldu. Çingiz demə. Ay bala, sən indiyə kimi haradaydın? Başa düşmədim. Bu heç nə olmayıb buna, anlamadım. Xanım, mən fotoqrafam. Çəkilişə tələsirdim. Ciddi bir şey yoxdur, narahat olmayın. Qaydasında dəyişin. Ay Vidadi, belə dur, fotoqrafdır. Deyir ki, istədiyin yarıdı, yetirdi Pərverdigar. Heç nə, fotoqraf. Sən mənə öz növrəni verərsən. Bizim evdə bir körpə uşağımız var, nəvəmiz olub. Deyirəm, elə çağıraram, elə öz ayağı ilə gəlmişkən də evi də tanıdı. Gələr bir qəşəng fotosesiya eləyər. Buyurun, zəng eləyərsiniz onu. Yaxşı. Sağ olun. Sağ-salamat bala, ehtiyatla ged, elə sürücülər, naşlı sürücülər çoxdur. Çoxdur, naşlı sürücülər. Yay oxdan çıxdı. Hə, şair. Ox yaydan çıxdı. Gördün də nəzakət? Gördüm. Çingiz yenə bizi allatdı. O heç maşını görməyib. Dedim ona bir-iki kəlmə... Yaxşı olmaz. Heç yaraşdırmaram sənə. Ölməyib ki Nazı. Nazı onu elə eləyəcək ki, o xəstəxanalıq olacaq. Heç xəstəxanada həkimlər ona kömək ola bilməyəcək. Yəni elə. Çingiz! Ay Çingiz! Gəl, yavaş-yavaş, belə yavaş-yavaş, yürə yox. Atan, qaynatan Vidadi müəllim sənə maşın alıb, sürməyə. Nə alıb? Avtomobil. Ayda, gəlirəm, avtomobil alıb. Rədd ol. Avtomobil. Sevindin eləmi? Heç nə. Bilirsən nə alıb? Təcili yardım maşını. Amma ora minmək üçün Nazı gərək səni hazırlasın. Qəşək hazırlasın. Yaxşı. Səni göründü mən nə günə qoyuram ki, bütün nəsli, kökü səni mən nə gün qoyacam ki? Səni mən nə günə qoyacam ki? Elə bir ki, kənddə tövləyə girsən. Günləyim gəldi. Uşaq qorxdu. Karvansaray qapısıdır, açıqsa içəri girməlisən. İtin həyasına dəstə gəlir. Ay. Siz belə keçin dedik. Əlləriniz elə idi, bəli. Yox, birləşmiş şəkildə. Bir dənə bizim şəklimizi çəkinən Naska. Bir dənə çəkinən. Sənin əlinin güldür. Çəkinən şəklimizi. Ay xala. Bir Şeyman havada dur. Ne oldu? Ne oldu? Bak bu nədir? Üzüm. Sen ne dedin? Dökün də az bu. 50 manat.
Ay mama, sən ver, mən sənə göndərəcəm. Meydan ver ona deyən. Neyse, hoppanacaqsan. Məni tut. Tutmayın məni. Qərarım nədir? Meydan ver Günanay Qızanova. Deyən. Neyse, uzunluq hoppanır. Deyən ay qız, deyən. Hər dəfə bir söz deyirəm. Diqqət! Hazırlaş! Marş! Aha! Diqqət! Hazırlaş! Bizonun, Apro Hospitalın, Sleepy uşaq bezlərinin baş sponsorluğu, Bizim Süfrənin, Patron tumlarının xüsusi sponsorluğu, Tam Store Marketlər şəbəkəsinin sponsorluğu ilə Qız Atası serialı başa çatdı. Qız atası